inşallah tezliklə bizlərə doğmalarına, evin azadlığına, xüsusən şahidi millətinə, sevənlərinə qovulmuş inşallah. Övladları hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım edib. Oğlu Yusif və qızı Bətül meyxanaçını ad günü münasibətilə təbrik edib. "Bugün atamın ad günüdür. Səni təbrik edirəm. 100 yaşa. İnşallah axırıncı dəfədir ki, sənsiz tort kəsirik" deyə Rəşad Dağlının oğlu söyləyib. Videoda meyxanaçı Orxan Lökbatanlı və onun oğlu Hüseyn də yer alıb. Müğənni Ramal İsrafilov qızı Liyanın gələcəkdə müğənni olmaq istəyinə qarşı çıxmayacağını bildirib. Bu barədə ifaçı qonaqcanlı verilişində danışıb. "Səs hamıda var. Qızıma uşaqlıqda kukla mahnısını öyrədirdim. Görürdüm ki, musiqi duyumu var. Qızım müğənni olmaq istəsə, əlbəttə ki, ona dəstək olacağam. Niyə icazə verməyim ki, bu sahədən gözəl sənət var? Peşəkar şəkildə məşğul olsa, niyə də yox? Musiqi ruhun qidasıdır" deyə Ramal İsrafilov qeyd edib. Qeyd edək ki, müğənni xalası qızı Sevda ilə ailəlidir. Onların bir övladı var.